Hər vaxtınız xeyir olsun, hörmətli izləyicilər. Xırdalan Qayı yolundan Sentral Binəqədiyə gedən yolun üstündən, Xırdalan quruğundan, yəni nəzərinizə çatdırım. Təxmini 3 sotun içində şəxsi iş olunmuş 3 geniş otaqlı bir həyət evimiz satışa çıxıb. Hörmətli izləyicilər, Allah ev olmayanlara gözəl evlər qismət eləsin. Sona qədər izləyin ki, ev haqqında sizə məlumatlarımı verim. Evin qiymətini videonun son dəqiqələrində sizə təqdim edəcəm. Hörmətli izləyicilər, nəzərinizə çatdırıram. Ev yoldan, marşrutdan 100 metr məsafədə, 100-150 metr məsafədə yola yaxın ərazidə yerləşir. Gördüyünüz kimi evin hər tərəfi açıqdır, havalanmaya tam uyğundur. Həyətində belə bir otaqlı tikilisi var. Yəni müəllim adamlar üçün əlverişlidir, uşaq zat hazırlamaq üçün və ya da yayda zatda oturub belə istifadə etmək üçün belə bir ev sahibi, belə bir şərait yaradıb. Gördüyünüz kimi bax belə yay mətbəxi zadı, belə ev sahibi burada belə bir şərait yaradıb. Gördüyünüz kimi də təsvir olsun, bura bağlıdır, bura bir otaqlı. İndi almaq istəyən adam, gəlib baxmaq istəyən adam o bir otağa da baxa bilər. Gördüyünüz kimi evin kürsüsü harca 4-5 da kürsüdədir. Həyətində belə yüngülvarı, yaşıllığı var. Demək, hörmətli izləyicilər, nəzərinizə çatdırım. Gördüyünüz kimi həm su hovuzu, su ehtiyat üçün su bakı var, həm hovuzu var, ikisi də var. Burada evin yan tərəfləri də hamısı açıqdır, havalanmaya tam uyğundur. Həyətini də üstü gördüyünüz kimi belə bağlayıb. Ev həqiqətən çox yəni əlverişli bir vəziyyətdə inşa olunub. Gördüyünüz kimi ki, hər yeri açıqdır, heç bir maniyəsi yoxdur. Həyətində belə bir əldamısı var. Gördüyünüz kimi balonlar zadı yığmaq üçün artıq əşyaları yığırlar. Həyətində ayrıca sanitar qovşağı var. Gördüyünüz kimi hamısı təmiri normal qaydasında. Ev özü də təmiri vəziyyətdədir. İndi keçən evin içi ilə tanışaq. Əsl həyət evidir, yan tərəfləri açıqdır, həyətə heç bir pəncərə baxmır. Keçən də evin içi ilə tanış olaq, hörmətli izləyicilər. Burada da belə gördüyünüz kimi belə yüngülvarı bir andasıdır. Qalxırıq indi evin içi ilə tanış olaq. Gördüyünüz kimi hörmətli izləyicilər, evin dəhlizi 2 metrdən, təxmini 2 metrdən çoxdur. 2 rahat var, 2 metr eyni. Çox eynidir. Tavanları, hündürlüyü rahat bir 3 metr olar. Sağ tərəfdə mətbəxdir. Gördüyünüz kimi mətbəx mebelləri, kombiləri hamısı evin içində qalır. Mətbəx mebellərində, yəni bu hissəsi də mərmərdəndir. Bunu da nəzərinizə çatdırın. Girən kimi sağ tərəfdə burada sanuzeldir. Sanuzel də genişlik, ürək açandır. Gördüyünüz kimi də təmiri qaydasında. Burada bir uşaq otağıdır. Haradasa 14 kvadratlıq uşaq otağıdır. Baxın. Şəxsi inşa olmuş bir evdir. Qoşadaşdan inşa olunub. Qapıları təmiz taxtadır. Yəni keyfiyyətli göz qabağındadır. Düzdür, müasir qapılardan deyil, amma keyfiyyətli qapılardandır. Təmiz taxta qapılardır. Burada hardasa 3.50-nin hardasa 5.56 metrə belə bir geniş bir yataq otağıdır. Otağı da genişdir. 3 otaq da olsa hörmətli izləyicilər, otaqları genişdir. Yəni bunu nəzərinizə çatdırım ki, evin otaqları genişdir burada. Burada qonaq otağıdır, hörmətli izləyicilər. 4 metr enidir, hardasa 5-4-20 kvadrat olar. Burada 20 kvadratlıq bir qonaq otağıdır. Bunu da nəzərinizə çatdırım. Gördüyünüz kimi də təmiri qaydasında. Hörmətli izləyicilər, sənədi də bələdiyyə sənədidir, yola yaxındır. Bunu da nəzərinizə çatdırım. Marşrutlara çox yaxın ərazidə yerləşir. 142 astanovkası düz 20 yanvara kimi marşrut işləyir. Kimlərsə evdə satmaq istəyirsə 055 389 3808 nömrəsi ilə əlaqə saxlayın. Evlərin satılmasına köməklik göstərə bilərik. YouTube'da, Instagram'da, TikTok'da Seçal Əmlak səhifəsinə daxil olursunuz. Orada istədiyiniz qiymətli evləri izləyə bilərsiniz. Evlər hamısı kodlaşdırıb, kodları götürmək yaddan çıxmasın, hörmətli izləyicilər. Evin qiyməti Əmi, evin qiyməti neçə oldu? Əmi, evin qiyməti neçə oldu? Evin qiyməti oldu 110 min. 110 min stat qiymət. Stat qiymət. 110 min stat qiymətdir, hörmətli izləyicilər. Real alıcı olsa endirim olmağına olacaq 3 sotun içindədir. 110 min stat qiymət.
Endirimdə birbaşa sahibi ilə danışacaqsınız, hörmətli izləyicilər. Sona qədər izlədiyi üçün də təşəkkür edirik. Allah ev olmayanlara gözəl evlər qismət eləsin. Allah alana da xeyir versin, Allah satana da. Amin.